Heç də olmaz Allah. Kürdəmirdə güclü külək toy mərasiminə mane olub. Kürdəmir rayonunda qeydə alınan güclü külək nəticəsində toy üçün qurulan çadır yerindən qoparaq dağılıb. Hadisə zamanı ərazidə olan qonaqlar təşvişə düşüb. Qeyd edək ki, son günlər Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit olaraq qalır. Güclü külək, leysan xarakterli yağışlar və bəzi bölgələrdə müşahidə olunan əlverişsiz hava şəraiti müxtəlif fəsadlara səbəb olur. Azərbaycanın tanınmış həkimi dünyasına dəyişib. Əməkdar həkim Sədaqət Əsgərova qəfil vəfat edib. Onun hansı səbəbdən vəfat etdiyi bəlli deyil. Qeyd edək ki, Sədaqət Əsgərova Azərbaycanın tanınmış həkimlərindən biridir. O, Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi idi. Allah rəhmət eləsin. Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonunda yaşadığı evdə xəsarət alan qadın dünyasına dəyişib. Aprelin 17-si 1970-ci il təvəllüdlü Sədaqət Əsgərova yaşadığı Binə qəsəbəsindəki evin ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş Sədaqət Əsgərova aprelin 24-ü orada vəfat edib. Bildirilir ki, Sədaqət Əsgərova paytaxtdakı xəstəxanaların birində həkim kimi çalışırmış. Faktla bağlı araşdırmalar aparılır.